Maraqlı mövzulardan biri daim Azərbaycan mediasında bu yayımlanır. Əsasən də son illərdə 5-ci kolon, 5-ci kolon. İndi bu yaxınlarda Türkiyədə də bu İmamoğlu məsələsində onun əlaqələri və s. orada kimlərlə danışıb, kimlərlə və s. əlaqə saxlanmaya çalışır. Hətta ona yaxın şirkətlər kimlərəsə pul verir və s. İndi bunun doğruluğu nə qədər, bunu Türkiyə hüquq mühafizə orqanları özəl müəyyənləşdirirlər. Türkiyədə zaten məhkəmə azaddır. Yəni bu məsələdə heç kəsin şübhəsi olmasın ki, bu tam ədalətlə araşdırılacaq və ortaya qoyulacaq. Amma burada bir məsələ var. Türkiyə-Azərbaycan bizi yaxınlıqlarımız var çox və əsasən də bir də yaxınlardan biri 5-ci kolonlarımız. Yəni Türkiyənin illərdir, Türkiyə NATO üzvü olandan sonra bir Osmanlı daxilə süquta uğrayandan sonra onun ərazisinin bir hissəsində, kiçik bir hissəsində Türkiyə Cumhuriyyəti adlı bir dövlət qurulandan sonra Türkiyə və xələ xüsusi 2-ci Dünya Savaşı'ndan sonra NATO üzvü olandan sonra Türkiyədə Amerika çox güclü bir tərəf oldu. Yəni Türkiyə, hətta Türkiyənin Böyük Milli Məclisində bir otaq vardı. Orada Amerikanın hərbiçi otururdu və o müdaxilə edildi. Məsələn, oradakı verilən qərarlara qədər. Yəni bu qədər Amerika Türkiyədə güclüydü, 5-ci kolonu var və s. Amma bu FETÖ məsələsindən sonra yavaş-yavaş Rəcəb Tayyip Ərdoğan bunu təmizləməyə başladı. Amma Amerika bu qədər dərindədir ki, Türkiyədə buna təmizlik qutara bilmir. 100 gündə bir şey çıxır. Amma mən siz fikir verin, Türkiyə Amerikanı təmizləməyə başlayandan sonra əsasən 2016-cı bu hərbi çevriliş uğursuz cəhdindən sonra Amerikan 5-ci kolonunun Türk iki hakimiyyətinə qarşı, milli hakimiyyətinə qarşı və onun lideri Ərdoğana qarşı Türkiyə inkişaf etməyə başladı. Biz Türkiyə Cumhuriyyətini ilə tanıyırıq 1990'ların əvvəllərində. Teksunla, Margarin yox, Teksunla. Amma indi Türkiyəni ilə tanıyırıq. Bayraktarla, Akıncı ilə, Toğla, digər bələdiyyə sistemi ilə və s. Yəni ki, bu inkişafla tanıyırıq biz Türkiyəni. Çünki nə vaxt bu baş verdi? Bu Türkiyə bu təkan oldu. Türkiyə dünyada, regionda, sonra da dünyada, regionun bir başqa hissələrində başladı söz sahibinə çevirməyə, ciddi oyuncuya çevirməyə, 5-ci kolon Amerikanın başlayanda təmizlənməyə. Yəni ki, hər bir dövlət üçün önəmlidir ki, böyük hədəfləri və böyük tarixi olan ölkə üçün, böyük hədəfləri olan ölkə üçün onun daxilində hər hansı bir ölkənin 5-ci kolonu geri təmizlənməli ki, o milliləşsin və inkişaf etsin. Yoxsa milliləşmə inkişaf edir şüarlarla deyil. Və biz bunu Türkiyə nümunəsində gördük və Azərbaycanda da eyni 5-ci kolon Rusiyanın olub. Yəni bu Çar Rusiyası, sonra SSR müstəqilliyi bərpa edəndən sonra bu dərində idi. Və indi yavaş-yavaş Türkiyənin də güclənməsi, Türkiyənin 5-ci kolonunun, öz 5-ci kolonunun zərbə endirilməsi, Azərbaycana Qarabağın azadlığında azad olması dəstək, siyasi dəstəyin verilməsi, mənəvi dəstəyin verilməsi və s. Azərbaycan da artıq yavaş-yavaş nüfuzunu da dünyada qaldırmağa başladı və Azərbaycan üçün artıq əlləri açıldı ki, bu özünün 5-ci kolonundan. Amma məsələn, Türkiyədə bu Amerikacı, Azərbaycanda Rusiyadır. Bununla mübarizə aparır. Buramız məsələsi nə qədər ciddidir, bunu vaxt göstərir. Yəni, ev dustaqlığı mən bu 5-ci kolondan ciddi mübarizə aparmıram. 5-ci kolondan o mübarizə odur ki, onun başı və onun ətrafı həbs edilir. Yəni, Türkiyədə necə biz bunu gördük. Ciddi olaraq zərbə verir. Yoxsa da başına ev dustağı verib və ətrafına da heç kəsə əl dəyməmək bu mübarizə deyil. Amma görək. Amma yenə deyirəm, Azərbaycan hakimiyyəti həqiqətən də böyümək istəyirsə, dövlətini böyük görmək istəyirsə, dövlətini milli görmək istəyirsə, bu dövlətdə iqtidarının da, müxalifətin də, mediasının da bir tərəf segmentini də, QHT sektorunu da hamısı milli görmək istəyirsə, həqiqətən Rusiya 5-ci kolon mübarizə aparmır. Əgər bu ciddi mübarizə olacaqsa, milli müxalifət olaraq biz onların yanında olacaq. Amma bu ciddi mübarizə olacaqsa. Yəni, yoxsa elə sözdə deyil və sonra da bu örtbasır eləyəcəksə, yox. Məsəl üçün. Biz bunu görmək istəyirik. Yəni, Türkiyədə olan 5-ci kolonla mübarizəni Azərbaycan hakimiyyətini də görmək istəyir. Yəni, həqiqətən də Türkiyə Turan qurmaq istəyirsə, Azərbaycan da Turan qurmaq istəyirsə, Türkiyə 5-ci kolonunu tam sıradan çıxartmalı. Türkiyə bu vaxtda göndərilirlər də artıq ciddi adımlar atır. Amerika da 5-ci kolonunu Rusiya simasında sıradan çıxartmalıdır. Bu olmayan halda biz nə Turan göründürürük, nə güclü Azərbaycan göründürürük. Yəni, milli güclü dövlətin yolu daxildə olan
beşinci kanallarla təmizlənmədən gedir. Bu olmasa hansısa bir böyüklükdən, inkişafdan danışmaq təbii ki, yersiz olacaq. Görək, gözləyək, görək, ümid edək, dua edək və bu yolda hərəkət edək.